Salam aleyküm dəyərli izləyicilər. İnşaatçılar metrosuna yaxın, Şərifzadəyə yaxın Yasamalda ucuz 3 otaq təmirli, müasir üslubda təmir olunmuş mənzil axtarırsınız, onda ekrana yaxın oturun. Mən gəlmişəm sizə münasib qiymətli 3 otaq göstərəcəm. İndi özünüz başa düşəcəksiniz niyə ucuzdur. Çünki mənzil sahibi çox münasib qiymətə verir, təcil satsın, əla bir qiymət təklif eləyəcək. Mənzil tam təmirli, müasir üslubda təmir olunmuş 3 otaqdır. Deməli, burada mənzilimiz dubleks formasındadır. Bu hissələr hamısı ikinci mərtəbə var. Gördüyünüz kimi hamısını təqdim eləyəcəm. Qısa olaraq valideyn yataq otağını göstərirəm. Bura mənzilimizin valideyn yataq otağıdır. Hər bir mənzilin otaqlarının öz, yəni birinci işıqdan pəncərələri mövcuddur. Bir də elə belə qısa zal göstərim və keçək başqa otaqlarımıza. Yasamal rayonunda Şərifzadə küçəsindən 500-600 metr maksimum içəridə belə bir 12 mərtəbəli binanın birinci mərtəbəsində dubleks formada təmir olunmuş mənzil təqdim edirəm. Bu mətbəxdə bütün əşyalar gördüyünüz kimi yerləşdirilib. Peçidir, kladovkası, burada soyuducusudur. Hamısı bağlanıb deyə görsənmir. Baxa bilərsiniz, xaldenik hissəsidir. Mikrodalğadır və s. Keçən mənzilimizin digər hissələrində təqdim edeyim. Mənzil istəyə görə əşyalı və əşyasız da satıla bilər. Mənzilimizin giriş hissəsidir. Girişdə sağda bizi qarşılayır sanuzel. Sanuzel də tam təmirli. Heç bir şeyə ehtiyac yoxdur. Burada şkulkadır, istipoldur, güzgüdür. Burada da duş kabin və duş kabində xüsusi olaraq yığdırılıb. Mənzilimizin 85 kvadrat metr ümumi sahəsi 3 otaqdan ibarətdir, yeni tikilidir, qarajı mövcuddur, lift qaraja kimi düşür. Keçək dəyərli izləyicilərimiz, bura sanuzeli göstərdim. Burada mənzilimizin yuxarı kladovkası, qardırob kimi də istifadə olunur, yəni hər ikisi də demək olar. Çünki burada paltar, əşyalar və hər şey qoyulub da bura. Yəni baxa bilərsiniz, bura çox böyüdür, göstərmirəm. Düz və sol hissəyə qədər uzanır. Burada mənzilimizin uşaqlar üçün də tutulmuş otağıdır. 85 kvadrat metr Şərifzadə küçəsinə yaxın, İnşaatçılar metrosuna yaxın bir ərazidə 3 otaq təqdim elədim. Qiymət də qeyd olunacaq rəy bölməsində. Mənzil haqqında kimin fikri var, kimin yəni pulu var, ucuz qiymətə, istəyir şəhərə yaxın mənzil alsın, mütləq bu mənzili dəyərləndirsin. Həqiqətən deyirəm, yəni bu qiymətə inanmıram ki, ev tapa bilərsiniz. Kimlər ki istəyir iş yerinə yaxın ev olsun, metrodan istifadə eləsin, avtobusa minməsin, maşın xərclərindən, probkadan qurtulsun, bu təklifi dəyərləndirsin. İdeal bir seçimdir. Burada tavan hündürlüyü həqiqətən bir 4-5 metr var. Mənzil haqqında bütün məlumatlar qeyd olunacaq rəy bölməsində. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.